Kəpəzə yenidən Adil Şükürov qayıtdı. Sumqayıtın özünün yaşadığın şəhərin komandasında yenə də dəyişiklik. Vaqif Cavadova güvənmədilər. Halbuki güvənməli idilər. Biz dəfələrlə demişdik. Mən düşünürəm ki, Kəbəz komandası səhv yanlış addım atdı. Adil Şükürov var. Bəli. Ona görə ki, Adil Şükürov orada işləmişdi, 6 aydan sonra çıxmışdı. Bu komandanın əgər düşünürsən ki, yenə eyni aqibətlə üzləşəcək. Eyni aqibətlə üzləşəcək də. Bilirsiniz nə demək istəyirəm sən? O qədər indi güclü məşqçilərimiz var ki, məsələn Tərlan Əhmədov belə götürəndə qıraqda qalan məşqçilərimiz. Yaxşı, Tərlan Əhmədov günü bu gün niyə Azərbaycan futbolundan kənardadır? Tərlan Əhmədov əgər qıraqda qalıbsa, birinci səhvi özündə axtarmalıdır. Ya indi futbolçularla davranışında ola bilər səhv qərar verir, ya rəhbərliklə işləyəndə səhv qərar verir. Ona görə də indi mən Tərlan həqiqətən də məşqçi kimi biz də işləmişik də oyuna. Tələbkar məşqçidir. Prosta sadəcə olaraq mən düşünürəm ki, Tərlan xarakterində. Yox, biz necədir? Hər bir Tərlan Əhmədov da elə bil ki, dostumuzdur, indi qardaşımız, amma sözün düzünü demək lazımdır. Biraz lider futbolçularla elə bir işləməyində biraz problem yaradır özündə. Əgər o futbolda da, komandanda sənin lider futbolçular olmasa, hamısı gənc olsa, sənin işin də ağır gedəcək. Elədir. Ona görə ki, hər bir lider futbolçu ilə yəni o yükü məsuliyyəti üzərinə götürə biləcək ən azı 2-3 nəfər olmalıdır. Bəli, ona görə də o lider futbolçularla yola getmək lazımdır. Əgər mən bir günləri Ruslanı oynatmıramsa, lider futbolçudur. Mən o ilə ən azından çağıraram otağıma. Deyərəm ki, Ruslan, orada 4 ay, 5 ay kontraktın qalıb. Mən cavana şans verəcəm. Gəl otur mənim yanımda, mənə kömək elə. Amma mən cavan futbolçunun içində mən Ruslan da sezonun axırıdır da. Futbolçu həyat karyerasını qutaracaqdır da. 1 illik kontrakt bağlayıb. 5 ay gedib, 5 ay qalıb. Mən durub o Ruslanın da cavan uşaqların içində qışqırsam, ona eləsəm, bu da deyəcək, mənim 5 ayın qalıb. Nə deyirsən? Başım belə də olasan, elə də olasan. Problem də ondan qaynaqlanır. Söhbət də ondan qaynaqlanır. Ona görə də hər bir futbolçu ilə ona gedirəm. Məşqçi işləmək, elə hamı deyir ki, mən məşqçi işləmək çox çətindir. Vallahi psixoloq olmalıdır da eyni zamanda. 25 dənə futbolçu ilə hər bir futbolçu ilə danışıq qabiliyyəti verilməlidir. Mən məsələn Ruslanla danışsam, Ruslan mənə cavab qaytarmaz. Məsələn, qışqırsam, Mahirə məsələn tonumu qaldırsam, Mahir mənə cavab qaytara bilər. Ondan da betər qaytarar. Bəli, amma bunlarla hərəsinin öz şeyi var da, danışıq qabiliyyəti var. Ona görə də bu 25 futbolçunun elə bir danışmasına psixoloji güclü olmalıdır ki, bunların hamısını stabilni nəzarətdə saxlayasan. Elədir. Ona görə çətindir. Ona görə də yerindən dura mən məşqçi olacam, mən elə edəcəm. Məsələn, Azər Bağırovun özü Gəncə gələndən Gəncə komandasında normaldır komanda. Bizi ayaqda saxladı. Ayaqda saxladı. Mən inanıram ki, mən Adil Şükurovu elə də güclü məşqçi saymıram. Ondan güclü məşqçilərimiz var. Ona görə də o məşqçilərə məncə Gəncədə, Gəncəli işləsə yaxşıdır. Vidadi Rızayevin özü, Yunisin özü, məsələn, Mehmanın özü, Mahmud Qurbanovun özü, Gəncəlinin dilini Gəncəli bilir. Yoxsa Gəncəli orada işləməsə, xeyri yoxdur. Gələcək 6 ay, 5 ay işləyəcək, çıxaracaqlar. Ona görə də mənim öz fikrimdir.